Yaxşı, yaxşı, yaxşı. Zibil. Elə keçim ki, görməsinlər. Burada qarşılaşdıq, ha? Fasilə. Oy, 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 oy. İstərsən. Sağ olun, çox sağ olun. Bunu bacardım. Gözəl insan Zıq qalasının. Mən bacardım dostlar. Elamacar kanalında hər kəsi xoş gördük. Mən səfərə başlayıram. Bu dəfə səfərim hızlı olacaq. Təxmini 110 kilometr getmək, 110 kilometrdə təxmini olaraq qayıtmaq. Ola bilsin məsafə də artacaq. Sadəcə hal-hazırda külək var. Bilmirəm yolda məni nələr gözləyir. Amma inanıram ki, də yaxşı olacaq. Çünki həvəslə oyanmışam. Səhər saat 5-dir, hər kəs yatıb. Mən amma Dədə Qorqud parkındayım. Hal-hazırda velosipedlə hazırlaşıram. Uzun səfər olmasa da 110 kilometrdə az deyil. Həm də dağlıq bir ərazilərdir. Amma çox maraqlı olacaq. Məsləhət görərdim, çaylarınızı hazır edin və yaxud kofelərinizi izləməyə davam edin. Hal-hazırda 20 yanvar ərazisindəyəm. Bravo. Yəni Tbilisi prospekti ilə davam edirəm yola. Mənim sevmədiyim ən çox deməli yoxuşdur. Ya səhərlər yuxudan durursan və yoxuş qalxırsan. Təbii ki, bu heç xoş deyil. Amma yola davam edəcəm də, yəni heç nəyə baxmayacağam. Külək olsa da, nə olsa da. Həm də dostlar tək gedirəm. Yenə də tək gedirəm. Belə, yaxşı olacaq. Davamı daha maraqlı olacaq. Hal-hazırda davam edirəm. Gördüyünüz kimi. Deməli deyil. Vəziyyət pis deyil əslində. Ayaqlarım yavaş-yavaş açılışmağa başlayır. Amma birazdan artıq tam gücümü toplamış olacağım. Orta templə gedirəm, tələsmədən. Çünki qabaqda çox ağır yoxuşlar olacaq. Buna görə tələsməmək lazımdır. Yolun başlanğıcı da hələ. Bundan sonra çox var. Burada qarşılaşdıq, ha? Kimsə bizlərdəndir, xoş gördük. Sağ olun. Tamam. Velosipedçi qardaşım gəldi, axır ki yolda tapdı. Normalda qarşılaşmalıydıq şəhərdə. Amma rayon yolunda qarşılaşmışıq hal-hazırda. Düşmüşəm, dalca yavaş-yavaş. Mən də deyirəm kimdir bu siqnal? Mən bütün velosipedçilər bu yolda çox olur amma. Çalışan həmişə rahat bir Çox sağ olun. Bax belə davranmaq lazım dostlar. Şərait yaradıram ki, rahat geçsin. Velosiped sürsünlər. Hamıya verdiyim sual deyil bu. Əla bir şeydir. Mən də sürürəm. Nə qədər vaxtım var sürürəm. Mütləq, mütləq. Bu Ara vermirəm. küləyi var biraz. Mən narahat edir. İndi Yarışın yanında narahat olma. Nə qulluq hər zaman. dostlar, velosipedçi olmaq lazımdır. Elman gözəl qardaşdır. Həm izləyirəm, həm də ləzzət edir. Bir münasibətimiz də var. Qismətdən yolda gördüm. Bir Əla adam oldu. kimsə bizimkilərdəndir. Çox maraqlı oldu amma. Çox sağ ol qardaş. Hörməti verə, təşəkkür edirəm. Dostlar, yolum hələ uzundur. İzləməyə davam edin. Sumqayıta çatmışam hal-hazırda. Dəhşətli bir külək var. Bütün Sumqayıtları buradan salamlayıram. Dəhşətdir. Amma mənzərə o qədər gözəldir ki, yəni küləyi çox da ciddiyə almıram mən. İnanıram ki, əla olacaq. Külək olsa da davam eləyəcəm. Görürsünüz də nə dərəcədə külək var. Baxın. Dəhşətdir. Amma davam. Yolu yarlamışam. 53 kilometr qalıb. Belə bir yerdəyəm. Dəniz qırağı ilə gedirəm hal-hazırda. Külək də olduğuna görə sürətim çox aşağıdır. Amma davam edəcəm təbii ki. Geriyə yolu yoxdur. Çünki belə gözəl mənzərə ilə həvəslə evdən çıxmışam. Mənim çox xoşuma gəlir. Həftə sonları belə bir tur eləmək, həm də 2026-cı ildə ilk turumdur. Ona görə çox maraqlıdır. Gedib çatmalıyam yəni.
Geldim belə bir yerə. Dedim biraz fasilə verin. Kofe içmək lazımdır. Təbii ki götürmüşəm. Nəsə fasilə. Çox pis küləyi var üzümə qarşı. Yəqin ki birazdan zəifləyər külək. Əvvəllər tənbəllik eləyirdim. Götürmürdüm termos falan. Ancaq kafelərdə ya restoranlarda çay içir deyə başqa bir şeylər. Yeməkləri yemək falan. Amma sonra düşündüm ki, həm çox zamanım gedir buna. Hər hansısa kafeye gedirsən, yemək gözləyirsən falan. Amma indi çox rahatdır mənə. Çünki artıq hər şeyim var, yəni yeməyə falan hər şey götürmüşəm. Çantalar çoxdur. Yolum biraz az qalıb. Təxmini 50 kilometr falandır, yaşma ərazisindəyəm. Yəni gözəl günəşlənirəm, hava da istidir hal-hazırda. Burada da iş gedir. İnsanlar işləyir. Həyat davam edir. Gözəl. Bir sözlə deyə bilərəm ki, həyatın dadını çıxarmaq olur. Sək də çıxarmaq olur əslində. Və mən də təkəm və həyatın dadını çıxarırım. Bəzən düşünürəm ki, turlara tək gedəndə darıxdırıcıdır falandır. Əslində darıxdırıcıdır biraz belə baxanda. Çünki söhbət eləməyə adam yoxdur. Kimlə söhbət eləyəsən, dərdləşəsən. Amma bir tərəfdən də yaxşıdır ki, bütün stresi atırsan. Depresiya yox, bir şey yox. Yəni ləzzət edir. Kızı məni gözləyir. Tez kofemi içib, yola devam. İzləmədə qalın. Çox maraqlı olacaq. Hal-hazırda belə bir yerdəyəm. Gəldim burada, oturdum biraz. Külək o dərəcədə adamı yorur ki, yəni tez-tez istirahət eləməli oluram. Mən velosipedə baxıram, velosiped mənə baxır. Yəni boş ərazilərdir və mən təkəm. Yenə də təkəm. Amma az qalıb da, təxmini 34 kilometr qalıb. Suyum falan, hər şeyim var. Sadəcə yemək götürməyi unutmuşam təkslikdən. Hələ də marketə falan çox var. Yəni elə belə yüngül atışdırmalı şeylər var. Amma insan gərək nəsə yemək yesin. Çünki məsafə çoxdur. Yəni bədən tələb edir. Heç nə, yəqin yol üstü olar hardasa. Belə dostlar, əsas odur, inadkar olmaq lazımdır. Bax, həyat da bunu deyir. İnadkar ol. Yəni məqsədin olsun. Denən ki, mən bunu bacaracağam. İndi bu elementar bir şeydir də. Bu sadəcə turdur. Amma sən işdə, necə deyərlər, inadkar olmalısan iş barəsində. Risk eləməkdən qorxmamalısan. Yəni, nə bilim, hər bir şeydə. Belə, mən yola davam edirəm. 35 kilometr yol qalıb. Hər şey əla olacaq. İnanıram. İnanıram. Dostlar, mən artıq demək olar ki, Xızıya çatmışam. Yəni ki dostlar, mən qabaqdan Xızı petroldan dönəcəm, o yolla davam eləyəcəm dağlara tərəf. Ən çətini bundan sonra başlayacaq. Hələ ki, bura qədər küləylə gəldim. Çox çətinlik çəkdim. Ümid edirəm orada külək olmaz. Külək də olsa, mən həm yoxuşları qalxmalıyam, həm də küləyə qarşı getməliyəm. Bu məni tam olaraq yoracaq. Bilmirəm necə olacaq. Amma bu velosiped məni aparır. Həqiqətən, kub velosipedi. Düşünün ki, mənim çəkim 95 kilodur. Mən götürdüyüm yük isə təxmin olaraq bir 30 kilo üstündə yüklər var, hər bir şey var. Su çox götürmüşəm. Və bu velosiped məni aparır. Ona görə yaxşı velosipedlərin qiyməti həmişə baha olur. Yəni keyfiyyət söhbəti var. Yolda xarab olmur, problemi yaratmır. Yəni hər şey əla olur bir sözlə. Mən yoluma davam edirəm. Görək başıma nələr gəlir. Yaxşı şeylər gələcək, inanıram. Düşüb arxama. İt gəlib, yürürdü mənə. Gəl, gəl sənə yemək verəcəm, gəl bura, gəl, gəl, gəl.
Oy 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 oy. Sen beni niye hürürdün ha Şirinka? Sen beni niye hürürsün gel. Ama bir şey yemeği de bağışla beni. Oy da burada bak böyüyü. Ha ölü be bu ay da yazık. Elə bildim diriydi. Çok böyüdü. Aç sen. Gel buraya gel. Can gel. Ben sana pislik eləmərəm gel buraya. Sen beni niye hürürdün? Acımısan gel. Üstüme cumurdu. Sen çəkə bilmədim onu. Bir şey yemeği vereceğim. Bağışla da beni. Yaxşı. Bir şey tapa bilmədim. Bir şeyin yeməklərini sənə verəcəm. Can gel. 2 dənəsini versən bəs eləyər. Bu pişiyin yeməkləridir. Vay necə acıdı bu. Onca yazıq. Qorxma gel bura. Mənim üstümə hürmə də bu üstü. Görsən mən sənə yemək verəm. Qorxma gel. Mən səndən qorxuram, sən məndən qorxursun. Gel. Gel qorxma. Heç sən eləməyəcəm. Mən nə edəcəm sənə? Gel ye. Gel götür. Gel. Narahat olma ye heç eləməyəm. Gel. Açsan. Mən heyvanları sevirəm. Yəni onlara nə pislik eləyəcəm mən. Yazıq. Acım işi, çox acım iş. Doydu yoxsa verin birini də. Pişiklər məndən küsəcək. Gel, bir verəcəm. Yaxşı, çoxunu verəcəm sənə. Gel. Gel yenə verim. Gel, qorxma, gel. Can, necə acıdı bu. Vallahi. Çox pis oluram oradan. Mən ona görə pişik yeməklər götürmüşəm ki, aç pişiklər görərəm. Onlara yemək verərəm. Sadəcə indi elə alındı ki, mən hələlik bunu doydurmalı oluram. Sadəcə çox pis oluram, yəni heyvanların belə acı görmək. Acılar da yəni. Sadəcə bir şey anlamıram ki, dostlar. Niyə mənim üstümə yəni bu itlər cumur da yəni? Nə istəyirlər məndən? Hə dostlar, kommentlərdə yazın. Velosipedçilərdən nə istəyir bu itlər? Dostlar, Elçini mən səhər 6-da görmüşdüm. Yəni o məni gördü də yolda, siqnal verdi və elə oldu ki, söhbət elədik. Sadəcə məsələ bilsinlər dostlar. Mən gördüyünüz kimi Bakıdan gəlmişəm, 6-da çıxdığımdır. Hələ Xızıya gedirəm, çatmamışam da. Adam Bakıdan maşınla Xaçmaza gedib, qayıdır artıq Bakıya təsəvvür edin. Elçin qayıdır, mən ama hələ də yoldayam Elçin. Sağ uğurlar arzulayıram. Sağ salamat ged inşallah. Çox sağ olasın. Dualarımız sənəndir. Təşəkkür edirəm. Yəni o sevgi içindədir. Onu sevə-sevə edirsən. Sən Əlbəttə hiss eləməyəcəksən o çətinlikləri də. Rahat da gedib gələcəksən. Çünki həqiqətən İnşallah. sənə dua eləyirik. Sağ salamat ged gəl. Gecikdi getməkdən problem yoxdur. Susudu. Əsədə çatır. Salamat ged gəl ha. O gecə tələsmə. 2 də yemlədim. Savab qazandı. Olma. Bayaq yürürdü mənə, indi Daha dostlaşmışıq. İndi heç qorxmur bax. İşləyib eləməz. Aslından ödürə yiyib eləyər şeyi. GoPro-nu yiyib eləyər. Sonra gəl bunu yarısından. Bilirsən necə qaçırdı üstümə, dəhşət. Yəni belə mən itlərdən əslində qorxmuram. Sadəcə velosipedin üzərində olanı. Valla bu gün mən Elmanla velosiped sürməsəm də, yəni mənim maşında Elman təsadüfdür də. Amma o ləzzəti aldım da, ən azından o ləzzəti aldım. Çox gözəl bir şeydir. Motivasiyası çox əladır. Bu arada İzləmək belə velosiped gözəl. sürür. Bu arada Elçin velosiped sürür. O da təbliğ edir velosipedi. 100%. Yəni biz ikimiz də hal-hazırda velosiped təbliğ edirik, sağlamlığı, insanlar bəli. istəyirik ki, hər kəs bizim kimi sağlam olsun. Sağlamlıq, Siqaretdən, içkidən uzaq olun dostlar. İt də görürsün necə xoşbəxtdir. keyfiyyət şübhə. Bu doydu artıq. Yemək vermişəm, bayaq mənim üstümə hürürdü. Amma indi oynayır məndən. Necə dadlıydı? Qorxma, gəl. Hə. Bayaq mənim üstümə hürürdü. İndi özünü dovşan kimi aparır. Yeməyi yiyib xasiyyətə var da. Güzel əmək. Necə xoşbəxt oldu. Çox xoşbəxtdir. Bəs mənə niyə hürürsən sən, hə Şirin? Niyə hürürdün bəs? Əllərinə bax. Hə, bıcı. Niyə hürürdün mənə? Hə? Çox şirindir dostlar. Sadəcə bayaq mənə hürürdü. Bilmirəm məqsədi nə idi. Nuş. Yəni belə dostlar, pişin yeməklərini verdim itə. Mən isə yola davam edirəm. Yal deyəcək qaracıq.
Yəni xoşbəxtəm dostlar bir sözlə. Əsas odur canlının qarnını doydurdum yəni. Canlı bir varlığın. Həyatı sevmək lazımdır. Bu dovşanla da sağollaşırıq. İt oldu dovşan. Əllərinə bax, çox sevinir. Yemək vermişəm. Xoşbəxt, xoşbəxt. Şirin. Şirin, əllərinə bax. Dovşana dönüm. Hayda. Mən indiyənə qədər bu qədər gülməmişdim. Çox şirindir. Deməli sən ac imişsən. Də həmən də şirin. Dostlar, mən Xızı Petroldayam. Buradan bir dənə yol gedir Xızıya. Saat artıq 1-dir. Yox, ürəyim ağrıyır bu itlərə yemək verməyəndə. Gəl. Gəl. Necə acızlar bunlar, vay vay vay. Əlimi də yeyəcəklər, az qalsın. Bilmiyorum necə acısın, nasıl? Kapının üstüne tökmür, sürüşürler. Sürüşürlər. Necə acızlar bunlar. Necə acdı. Yaxşı ki bu yeməkləri götürmüşəm. Pişik yeməkləri də üstünə bu. Bu da pişik boyda bilmiyorlar. Ha? Klopu yer ha. Ha. Mesela bu bazı şirinler de gördüm. Var da doydurdun. Ne çok şirindir, çok. Paketli geceler az kalsın. Bu pişiklərin payıdır da şirinler. Yaş vereyim miydi? Orada var da yiyin olar. Necə acıdılar bunlar, dəhşət. Gelmiştim burada biraz fasilə verin. O bayağı böyük ilki görmüştüm. Geldim burada fasilə vermeye. Gördüm bazı şirinler üstüme qaçır. Bir hiss elədilər ki, burada yemək var. Müştü. Yenə verəcəm. Yenə verərəm. Bu gün nəsə pişik rastıma çıxmayıb, əsas itlərdir. Fərqi yoxdur, əsas odur canlı qarnını doydururam. İnanın ki, özümə yemək götürməmişəm. Ya özüm acımışam həqiqətən. Heç nə götürməmişəm. Sadəcə şirniyyat falan belə şeylər var. Əsas bunlar doysun. Yiyin, yiyin. Hala, sən də yiyin. Balacadır, şirindir, şirin. Doymasalar hamısını verəcəm. Belə geçsin. Yəni belə dostlar. Heyvanları da düşünün. Biz yemək tapa bilərik bu kadar, amma heyvanlar və çətin olur yemək tapmaqları. Yedilər, doydular. İndi mənə baxırlar, şey. Çox xoş oldu. Sağlamlığı mən də təmin edirəm. Siz də belə görəndə bax, çox xoşbəxt oluram. Yəni siz də velosiped sürürsünüz. Əsas odur. Xoşbəxt olun. Tamam gəl. Adı nədir? Zahid. Nə? Mircahid. Mircahid. Yaraşıqlı da uşaqlardır. Əsas odur həmişə sürün velosiped, sağlam olun. Çox xoş oldu, söhbətlər elədi. Sən adın nədir? Rafael. Rafael. Hal-hazırda demək olar Xızının mən yoxuşlarına doğru gedirəm. Hava artıq isti olmağa başlayır çünki dağlıq ərazidir. Paltarımı çıxartdım çünki çox istidir. Belə dostlar, davam edirəm. Velosiped çox ağırdır. Təxmini 30 kiloya yaxındır, təsəvvür edin. Yəni ekstrem vəziyyətdir. Bilmirəm necə bacaracağam, ya qalxa biləcəm, ya bilməyəcəm. O haqda heç bir məlumatım yoxdur. Amma mən Gəncəyə getmişəm, Astaraya getmişəm. Ya məndə güc var. Özümə güvənirəm. Çox sevinirəm ki, heç olmasa bura qədər çatmışam. Qalxa bilməsəm belə yenə də pis olmayacam da o dərəcədə. Xoşbəxtəm. Sakitçilik, sadəcə küləyin olmağı bir dənə pisdir. Belə amma əladır da sakitçilik, heç kim yox. Mən velosiped. Sadəcə pis bir cəhətdir ki, mən yemək götürməmişəm dostlar. Acımışam. Nə yiyeyim? Peçən yeməkdən artıq bezmişəm. Küləyə baxın dostlar. Bax bu küləkdir. Hal-hazırda görürsünüz. Amma əsas o da arxadan vuracaq. Yəqin ki, aparacaq məni rahatlıqla. Yenə itlər cumur, yenə.
Mən buradan necə keçim dostlar? Saxlamalı oluram ki, hürməsin. Özü böyük itlərdir hamısı. Yaxşı da hürmə, yaxşı. Yoxuşdur, mən buradan necə qaçım indi? Buna bax. Buna bax. Maşın vurmuşdu, görürsən nə edirsən? Dəhşətdir. Burada da adam üstünə cümmazlar da hər halda. Yoxuş başlayıb, təsəvvür edin. Dağlara baxın. Gözəllik. Bir bu əski idi də, onsuz da yoxuşu qalxıb bilmirəm də, zülüm çəkirəm. Bu qədər sumka götürmüşəm. Hə, qaçın, gəlin, hə, nədir? Ay, ay, ay. Üstümə cumsalar heç nə də, qaça da bilməyəcəm. Ay, ay, baxırlar hələ ki. Görünür oradan, bilmirəm. Ay, 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 gəldilər. Gəldilər, zibil, mən neyniyim indi? Mən neyniyim indi? Ayda. Mən neyniyim indi? Ay, ay, ay. Bunlar necə qışqırmıyor bunların üstündə? Mən necə qışqırmıyor bunlar? Qorxuram axı. Necə qışqırmıyor bunlar? Ayda. Zibil, mən neyniyim indi? Mən neyniyim dostlar? Ay, 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 ay. Zibilə düşdüm mən. Yaxşı da, yaxşı, yaxşı, yaxşı. Zibil. Elə keçim ki, görməsinlər. Zibilə qalsın. Dayıcan. Çox sağ olun, çox sağ olun. Ay, öldüm mən. Öldüm, dirildim mən. Maşın olmasaydı. Ay, ay, ay. Buradan akşam keçmək olar, adam parçalayarlar burada. Gəlmişəm, indi bunlardan mən necə qaçarım? Orada biri yazmışdı ki, üstünə qışqır. Mən necə qışqırım onların üstünə? Bir dənə qışt elədim, o biri cumurdu üstümə. Dostlar, itlərdən uzaqlaşdım. Sağ olsun maşın. Nömrəsi düşübsə, ayrıca ona təşəkkür bildirəcəm. Sadəcə qorxudan, nə bilim, ayaqlarım əsirdə, hələ də gedə bilmirəm. Həm dağlar eniş yoxuş yollardı, həm də ki, o stresi qaldı məndə, adrenalin qaldı məndə. Ağzım qurudu o dərəcədə. Bayaqdan su içirəm, özümə gələ bilmirəm. Yəni, belə bir şey mən yaşamamışdım. Mən normalda itlərdən qorxan deyiləm. Amma velosipedlə olanda istərsəməz dəli olur adam, bilmirəm, mən nasıl deyil. Dəhşət, bilmirəm. Özümə gələ bilmirəm hələ də. Hələ bundan sonra 25 kilometr ya 30 kilometr yol qalıb. Ancaq belə qalxacam da, yəni bir sözlə. Maşın da o qədər az keçir ki, ona görə adam biraz narahatlıq hissi keçirir ki, birdən də nəsə heyvan olar, nəsə olar, mən neyniyəcəm? Sadəcə bilirsiniz, mən bunları düşünmədim. Bilsəydim, başqa rayonda səfər eləyərdim. Nəsə daha gəlmişəm, peşman deyiləm. Sadəcə biraz özümə gəlim, su içim, sonra yola davam edəcəm. Amma o qədər sakitdir ki, bura, inan, dəhşətdir, doğrudan da. Belə. Bundan sonra bilmirəm nələr gözləyir. Hamısını çəkib göstərəcəm hissədə. Yəni, maraqlı olacaq. Dəhşət. Bir də ki, buranın havası çox qəşəngdir. Yəni, mən hiss edirəm, yəni, Bakıdakı hava ilə
buranın havası çox fərqlidir. Ləzzət edir. Nə olsa da, nə hadisə baş versə də, mənim bir sözüm var, deyirəm ki, həmişə hər gününü son gün kimi yaşa. Bax, bunu nəzərdə tuturam. Bəlkə də mənə itlər parçalaya da bilərdi, hər şey ola bilərdi, amma inadkar olmaq lazımdır. Məqsədvə çatmalısan. Əsas odur, həzz alasan. Həzzin içində təbii ki, belə negativ hadisələr də olur. Amma yenə də dadını çıxarın, həyatın dadını çıxarın. Belə davam edirəm, görək necə olacaq. Qabaqda daha böyük bir yoxuş var. Onu qalxmağa çalışacağım, çətinliklə olsa da. Sadəcə əsas məsələ odur ki, mən gecəyə düşməyim. Gecəyə düşsəm, çox təhlükəlidir. Yəni, gün ortası belə təhlükəlidirsə, saat indi 2-dir, yəni vaxt az qalıb əslində. 4 saat falan belə. Küləyə qarşı gedirəm həm də, sürətim də zəifdir. Gördüyünüz kimi, belə dostlar. Mənə bilirsiniz nə maraqlı dostlar. Görəsən bura məndən başqa, ümumiyyətlə velosipedçi tək gəlib, nə vaxtsa. Kimsə gəlibsə kommentdə yazar, çox maraqlıdır. Yəni, necə qorxmadan burada sürüb, rahat şəkildə. Çünki mən 30 yaşım var. Mən belə əsdim də, yəni qorxumdan burada. Velosipeddən keçəndə. Artıq 2 dəfə itlər cumub üstümə. Dəhşət. Başqa heyvan cummayıb yaxşı ki. İtləri bir təhər qorxutmaq olur. Maşın qorxutdu sağ olsun. Amma başqa heyvanlar olsa, yəni buradan qaçış yoxdur. Hər tərəf dağdır. Hara qaçasan burada? Özü yollar da eniş yoxuşdur. Qaçmağa bir yer də yoxdur. Ona görə çətin məsələdir burada. Nəsə qaçış. Əsas odur, belə yerlərə velosipedlə gəlib eləməyin. Mən hər dəliliyi eləmək xoşlayıram. Bu mənim xoşuma gəlir. Məsələn, tək Gəncəyə getdim, Astaraya. Ya Astaraya yox, Xaçmaza getdim. Amma siz eləməyin belə bir şey. Yəni, qorxuludur, həqiqətən qorxuludur. Bayaqdan da sürə-sürə 360 dərəcə baxıram. Bayquşa dönmüşəm o dərəcədə. Hava da çox istidir. Temperatur təxmini 25 dərəcə olar. Dostlar, bura Xızının dağlarıdır artıq. Dağların rəngi qırmızı boyanmış formadadır. Bilirsiniz niyə belədir? Çünki 1000 illər əvvəl burada dəniz olub. Və sonra dəmir və minerallar belə rəngə səbəb olub. Yəni, yağış, suları, külək dağı belə gözəl mənzərəyə çevirib. Yəni, bir sözlə möhtəşəm görüntüsü var. Yəni, insanlar da gəzir hal-hazırda gördüyünüz kimi. Hər kəs çıxır dağın üstünə. Orada şəkillər falan, videolar çəkir. Təbii ki, indi mən oraya çıxamayacağım. Çünki velosipedlə gördüyünüz kimi. Belə. Yəni, məsləhət görərdim. Əgər gəlsəz bura, mütləq gəlin. O dağa çıxın insanlar kimi. Videolar çəkin və bir də ən əsas şəkil möhtəşəm olar. Həmən yerə çıxıb. Çox qəşəng görünür. Hal-hazırda yemək götürmədiyimə görə peçene yeyirəm. Nə deyə bilərəm? Bu tur barədə. Tur çox çətindir. Həqiqətən. Mən Gəncəyə gedəndə 350 kilometr heç bu qədər çətin olmadı, açıq edeyim. Və yaxud Astaraya gedəndə falan. Amma bura çətindir. Çünki eniş yoxuş yolları çoxdur. Vəhşi təbiət çox təhlükəlidir. Və yemək də götürməmişəm. Burada da market falan heç yoxdur. Hələ təxmini 13 kilometr var da, yəni yolum var. Qalmışam belə. Çalışıram peçene falan yeyim. Bəlkə biraz enerji verər mənə. Sonra da davam edərəm. Yəni belə. Qarşıda hələ daha dik yoxuş var. Onu sizə göstərəcəm. Maraqlı gələcək yəqin ki sizə də. Peçenyadır.
Həqiqətən çox pis oldu mən yeməyi unutmağım. Necə unutdum bilmirəm. Düşün ki, işdən gəldim 5-ci gün. Və vaxt da az idi, təbii ki. Ona görə maksimum dərəcədə əşyalarımı götürdüm. Yağış keçirməyən paltaları falan ki, birdən yağış yağar. Hər şeyi götürmüşəm. Sep açarına qədər götürdüm ki, tək gedirəm də, yəni mənə kim burada kömək eləyəcək? Heç kim də yoxdur, maşını saxlayanda deyil heç kim. Belə. 12 kilometr qalıb. Amma yollar o qədər belə yoxuşdur ki, yəni tez çatmaq olmur. Saatlarla gedir adam. Mən səhər 5-dən çıxmışam evdən. Düşünün. Velosipedin üzərində olan çantalar da çəkisi çox olduğuna görə təbii ki, biraz mənim sürətimi də aşağı saldı. Həm küləyin sürəti də var idi. Hal-hazırda yəqin ki, eşidilir küləyin sürəti. İtlər sadəcə çox pis elədi məni. Bütün keyfimi pozdu. Həm də acımışam. Su problemi yoxdur, su var. 4 litr su götürmüşəm. Fikirləşdim, çatmaz. Çünki hava isti keçir. Dostlar, hal-hazırda Xızı qalasına tərəf gedirəm. Yəni 12% yoxuş var. Həddindən artıq, yəni dikdir. Çalışacağım oranı velosipedlə qalxım. Qalxa bilməsəm də əlimlə aparmalıyam. Təxmini 700 metr falan nəsə yüksəkliyi olmalıdır. Yoxlayacağım. Görüm necə olur. Belə dostlar, mən demək olar ki, çatmışam. 3-4 kilometr qalıb hardasa Xızı şəhərinə. Nəhayət ki. Dostlar, Xızı qalası görünür buradadır. Yol isə o qədər dikdir. Belə çox da bilinmir. Amma çox dikdir. Çətinlik çəkirəm. Yəqin ki, əllə aparacağım velosipedi. Dəhşət. Dostlar, 34 kilo çantalarla mən hal-hazırda Xızı qalasına tərəf dik yoxuşu qalxıram. Çox dikdir. Belə bilinməsə də əziyyət çəkirəm, ziqzaq edirəm. Amma çox çətindir. Amma bir tərəfdən də çox faydalıdır. Ayağa. Dostlar, nəhayət ki, sevindirici xəbər. Mən hardayam? Mən Xızı qalasının tam yanındayam. Görürsünüz Xızı yazısını. Özünü tam göstərim, hardayam. Tam görünsün də yəni. Görünür. Xızı. Mən bacardım dostlar. Sizə mənzərəni göstərim. Mən hansı çətinliklərlə necə gəldim falan. Velosiped budur. 34 kilo yük ilə gəldim mən Xızıya. Baxın dostlar. Bu mənzərə üçün görürsünüz, gəlməyə dəyərdi. Həm sağlamlıq, həm zövq verdi. Görürsünüz oranı, aşağıdan gələn 12 dərəcə yüksəkliyi ilə sürə-sürə gələ bilmədim təəssüf ki. Çünki çox yüksəkliyi idi də. Amma əsas odur, ayaqla da olsa oranı gəldim. Təxmini 1 kilometr məsafədir. Deyə bilərəm ki, dostlar, velosipeddən mən zövq aldım, həzz verdi mənə. Günəş batımı da olur. İndi mən çalışacağım Xızının içərisinə çatım, qaranlıq düşmədən. Məqsədim də odur, bir gecəlik qalmalıyam. Əgər ev tapsam, tapmasam küçədə gecələməli olacağım. Çünki palatkam yoxdur. Palatka olsaydı çox əla olardı. Elə burada bir palatka qurardım. Burada qalardım. Ləzzət alardım. Bilirsiniz ki, mən heç nədən qorxmuram, riski hər şey gözə alıram. Əsas odur ki, mən əylənə bilim, zövq alım. Yəni belə dostlar, indi gedirəm hal-hazırda Xızının mərkəzinə. Yenə də biraz yoxuşlar var yolda. Maşınlar da əziyyət çəkir. Bu yoxuşları mən yenə də sürə-sürə qalxacam.
Artıq elə də çox da deyil də, yəni yoxuşlar. Yaxşı olacaq. İndi gedirəm hal-hazırda mərkəzə, Xızının mərkəzinə ev axtarışına. Görüm tapa biləcəm ya yox. Belə dostlar, izləməyə davam edin. Maraqlı görüntülər orada da olacaq. Mənə elə gəlir ki. Yenə it rast gəldi mənə. Bu itlər məndən nə istəyir, yəni? Nə istəyir bunlar məndən? Bunlar məndən nə istəyir belə? Hə? Mən kimə nə istəyirəmişəm? Dəhşət. İcazə versən gedim. Hə, gəldi. Hə, nədir? Nədir? Hə, nə olub? Hə. Nə olub? Dəhşət. Ayda, ged yat da, sən nə istəyirsən məndən? Ha oldu. Qorxuduram adamı yenə də istərsən. Sağ olun, çox sağ olun. Sağ olun. Sağ olsunlar. Ürəkdirə verdilər indi. Mən tərpənən kim o da gəlir. Gəlir deyəsən. Dəhşət. Bu itlər məndən əl çəkmədi də bugün. Onsuz da yoxuş məni öldürdü də. Nə istəyirsən məndən? Yemək də yeməmişəm heç, sən təsəvvür edin. Dəhşət. Hələ də yoxuş qalxmalıyam. Evləri görürsünüz, ora qalxmalıyam. Çoxdur yol hələ. Dəhşət. Dostlar, Xızıda belə bir evə gəldim. Necə çox da belə gözəl olmasa da əsas odur küçədə qalmadım. Velosipedi içəri qoydum. Dedilər bayırda saxla. Dedim bayırda saxlaya bilmərəm. Çünki bahalıdır bu. Nəsə ev belə evdir. Əsas odur qaz yeri var, əl yumaq yeri var. Xaladenik. Əsas gecələməkdir. Yəni mənə lazımdır ki, üstü olsun, əladır. Əsas gecəliyim. Səhər yəni Bakıya qayıtmalıyam da, yəni belə deyim. Saatı göstərim sizə. Saat 18:31. 7-nin yarısı. Səhər saat 5-dən çıxdığımdır və 7-nin yarısıdır. Mən gəldim, çatdım. Sağ olsunlar, mənə yemək gətirdilər. Deməli, belə bir yeməkdir. Bu nəsə bozbaşdır. Özləri bişiriblər. Peraşkidir. Nəsə tutmadır. Bir də çörək. Məndən nuş olsun. Çox acmışam. Təsəvvür edin. Səhər 5-də yediyim yemək və gün ərzində sadəcə peçenya ilə doymuşam. Dəhşət. Bəlkə də ona görə yoruldum əsas, mən deyərdim ki. Velosipeddə burada dincəlir. Belə. Deməli, mən getdim, əl üzümü yudum, gəldim. Ev 40 manatı oldu. Yəni məcbur şəkildə qalmalıyam. Düzdür, bahadır, amma qalmaq lazımdır təbii ki. Çünki istirahət etmək lazımdır. Mən çox yoruldum. Bütün gündə yemək yeməmişdim. Ona görə enerjim daha tez bitdi. Amma mənim palatkam olsaydı, təbii ki, mən evdə qalmayacaqdım. Hər hansısa bir fərqi yoxdur da, yəni. Hər hansısa bir yerdə qalardım. Meşənin qırağında və yaxud şəhərdə hardasa palatka qurardım, qalardım. Yəni xərcim çıxmazdı. Ona görə tez-tez turlara çıxa bilmirəm. Yəni buna səbəb isə əsas deməli maddi vəziyyətdir. Mən məsələn Xaçmaz turunda 130 manat pulum getdi. 2 günə 130 manat. Buna səbəb isə oteldə qalmaq oldu əsas və bir də yol xərcləri. Yəni yolda xərclənən pullar. Yəni düşünməyin ki, necə gəlir, velosipeddir, heç bir xərci yoxdur. Velosipedin də xərcləri var.
tez-tez su alırsan, nələrsə lazım olur, alırsan. Ona görə pul çox gedir. Bəzi dostlar düşünür ki, mən reklamlardan pul alıram. Ona görə mənim üçün komfortludur bu pulları xərcləmək. Amma elə deyil dostlar, mən sizin kimi, siz məsələn işləyirsiniz 1 ay, 2 ay, sonra gedirsiniz hər hansı bir istirahət mərkəzinə. Mən də eyni şəkildə, sadəcə mən bunu belə xərcləyirəm bu pulu. Ona görə mən tez-tez turlar edə bilmirəm. Ayda 1 dəfə, maksimum 2 dəfə edə bilirəm. Amma enerjim var. Məndən olsa, mən hər həftə vaxt tapdıqca mən turlar eləyərəm. Amma mən məsələn 6-cı günlər də işləyirəm. Ona görə sadəcə qalır bazar günü, bircə gün. Və mən çalışdıqca, necə deyərlər, o bazar gününü yararlanıram yəni. Və yaxud da ki 6-cı gün işləməsəm, onda tur edirəm və yaxud bayramlarda ya da məzuniyyətdə turlar edirəm. Uzun turlar, uzaq turlar. Yəni belə. Yəni artıq başa düşün ki, mən heç bir reklamdan gəlirim yoxdur. Bu şeyləri hamısını da öz hesabıma edirəm. Yəni belə dostlar. Sabah sir. Üzümün halı bu vəziyyətdədir. Mən durdum. İndi hazırlaşıram. Səhər yeməyini yeyib, sonra yola davam edəcəm. Dəhşət yorulmuşdum dünən. Çünki külək məni yordu. Çox pis sözdür. Belə, yeməyimi yeyib, sonra yola davam. Yeməyimiz gəldi. Süt, yumurta, pendir və yağ. Təbii qidalanmaq lazımdır. Belə dostlar, mənə nuş olsun. Tez yemək yeyib qayıtmaq lazımdır Bakıya. Hava küləklidir deyilənə görə. Belə, başqa yolu yoxdur. Səhər saat 9. Belə bir yerdə qaldım. Otaq yaxşı olmasa da insanlar çox xoş qarşıladı, sağ olsunlar. Əsas da Əzizə xanıma buradan təşəkkür bildirirəm. Və mən qayıdıram Bakıya. Təzədən qayıdıram Bakıya. Amma bu dəfə biraz rahat olacaq. Yolum aşağıya doğru olacaq. Sadəcə problem nədə ola bilər? Proqnoza baxmışam, külək ola bilər yolda yenə. Gedək görək necə olur. Mənə uğurlar. Dostlar, dünən mən bildiyiniz kimi ev tapa bilmirdim, çətinlik çəkirdim. Və bir taksi var idi. Vəhba bəy. Gözəl insan, sağ olsun məni ev tapdı, yəni əsas məsələ axşam vaxtı idi. Soyuqda qalmağa icazə vermədi. Nə deyə bilərsiniz? Sağ olun, həmişə qonaq qarşılayanıq biz. Nə vaxt gəlsə qulluğunuzdayıq. Dostlar, hal-hazırda mən yola çıxmışam. Velosipedlə Xızının içərisidir. Çox sakitlikdir də, yəni adama ləzzət edir. Adam heç Bakıya qayıtmaq da istəmir, belə gözəl yerlərdir. Sadəcə sabah işdə olmaq lazımdır, ona görə yolumuz Bakıyadır. Yavaş-yavaş gedəcəm, sadəcə məni narahat edən bilirsiniz nədir? Yağış. Hava biraz tutqunlaşmağa başlayıb. Görürsünüz havanı. Qorxuram yağış yağar. Hava da soyuq dəmdir, dəhşətli dərəcədə. Elə bir ki, şaxta var, bilmirəm 3 dərəcədir, neçə dərəcədir. Burada şəhidlər xiyabanıdır, Xızının şəhidləri. Allah şəhidlərimizə rəhmət eləsin. Məkanları nurla dolsun. Biz isə Bakıya qayıdırıq.
Dostlar, görürsünüz qalanı. Dünən bu qalaya qalxmaq üçün nə qədər əziyyət çəkdim. Velosipedlə buranı qalxa bilmədim bu ərazini. Əlimlə gətirəsə oldum. Çox çətin idi çünki. Hal-hazırda zövqünü yaşayıram. Yəni buradan rahatlıqla gedəcəm aşağı. Velosipedlə. Bununla. Belə qayıdıram Bakıya. Hər şey əladır. Sadəcə hava nəsə ürək açan deyil. Yağış yağsa çox pis olacaq. Belə. Ləzzət. Sadəcə ləzzət. Belə mənzərə ilə qayıdıram Bakıya. Həm də tək. Təsəvvür eləyin tək. Mən bunu bacardım. Dostlar. Kızıya getdim. Dostlar. Mən hazırda qayıdıram Bakıya. Vəziyyət əladır. Hava sayda çox soyuqdur. Həm də qorxuram yağış yağa bilər. Tutqun havadır. Amma günəşlə enerjimi yığıram da bir sözlə. Biraz hava isti olsaydı əla olardı. Dostlar, hızdan çıxıram. Gördüm bir pişik mənə baxır, acıdır. Biz nə edəcəyik? Buna yemək verəcəyik. Mən artıq Bakıya doğru gedirəm. Pişik yeməyi də qalmışdı. Yaxşı ki, bu şirini gördüm. Ye, nuş olsun. Sənə də ye. Dostlar, mən hal-hazırda Xızının çıxışındayam. Artıq Bakıya doğru yola çıxıram. Hal-hazırda külək var. Amma yenə də gedəcəm də. Axıra qədər velosipedlə gedəcəm. Mən Gəncə kimi yerə velosipedlə getmişəmsə 350 km və yaxud Astaraya getmişəmsə, bu mənim üçün heç nədir. 100 km-dir cəmi. Belə. Yola davam. Dağlar isə burada qaldı. Günəş insana enerji verən bir yerdir. Və yaxud gözəllikdir. Yaxşı ki, bu günəşimiz var. Ceyranbatan gölün yanındayam. Az qalıb Bakıya. Demək olar ki, çatmışam. Amma hava gözəldir. İstidir hava. Xızıdan demək olar çatmışam. Hal-hazırda avtovazala çatıram. Yenə tıxac başladı dostlar. Bakının gözəl tıxacı. Amma mən nədir? Velosipeddəyəm. Qabaqda da bir nəfər velosipedçi var. O da əylənir, rahat. Tıxacda qalmadan görürsünüz. Bax, budur xoşbəxtlik. Ona görə nə etmək lazımdır? Velosiped sürmək lazımdır. Dostlar, mən Dədə Qorqud Parkından başlamışdım. Səyahətə, tura. Elə Dədə Qorqud Parkına gəldim. Çatdım artıq Dədə Qorqud Parkına. Sizə göstərmək istəyirəm. Gördüyünüz kimi saat 14:50 Xızı turu. 194 kilometr oldu. Hələ bundan sonra biraz yolum var evə qədər.
təxmini 200 kilometr olacaq. Hər zaman velosiped sürün, sağlam qalın. Çox çətin keçdi turum. Həddindən artıq. Düşünmürdüm belə olar. Çünki hal-hazırda görürsünüz külək var. Yəqin səsi gəlir. Çox çətinliklər oldu. Amma bacardım. Mən bunu bacardım. Niyə xızı turu? Çünki xızı turu mənə bir növ məşq etmiş oldum. Yəni ayaqlarım, əzələlərim daha çox bərkiməyə başladı. Və bundan sonra planladığım turlar uzun məsafələr olacaq. Yəni bu il demişəm, bütün Azərbaycanın ən uzaq yerlərini getmək istəyirəm. Qismət olsa təbii ki. Hələ ki hər şey yaxşıdır, normaldır. Velosiped də test elədim, ilk velosipedimdir. Yəni təzə aldığım velosipeddir bu. Kub velosipedi, gravel. Tamına dağlıq ərazilərdə sürüləsi velosipeddir. İdeal oldu. Dostlar, abunə olun, videonu bəyənin, şərhlərinizi gözləyirəm. Başqa hansı ərazilərə gəlim, hansı rayonlarımıza. Bu barədə yazarsınız. Mən də hamısını oxuyacağım təbii ki. Təbii ki də abunə olsaz, videonu bəyənsəz, bəyənmə işarəsi qoyarsınız. Bəyənməsəz, belə, bəyənmədim işarəsi qoyarsınız. Necə istəsəz yəni. Bir də ki, dostlar, hər zaman kimi son sözümü demək istəyirəm. Hər gününüzü son gün kimi yaşayın və həyatdan həzz alın. Növbəti turlarda görüşənədək. Sağ olun.